Aprelin 17-sində Ağcabədi rayonunda pambıq əkini üçün nəzərdə tutulan sahələrdə çiyid səpinə start verilib. Bununla bağlı çəkiliş qrupumuz Prime Cotton MMC-nin Ağcabədi filialı ilə müqavilə bağlayan fermer Məmməd Axundovun, həmçinin Azərpambıq Aqrar Sənaye Kompleksi MMC-nin Ağcabədi filialı ilə müqavilə bağlayan 3-cü dərəcəli əmək ordenli fermer Famil Quliyevin sahələrində olub. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səpin prosesi ilə yaxından tanış olmaq məqsədi ilə ərazidə olub. Prosesi yaxından izləyib, pambıqçılarla fikir mübadiləsi aparıb. Bunu od qiymətini alır, elə dibinə veririk ki, heç olmasa orada fosfor olsun. Azot olan kimi o birbirinin katalizası, birbirini yedirdi. Olmasa onlar birbirini yedirtmez. Onda qurda da şey, azotu var da. Qurda hiçbir şey yok. Qurda onu səpəndən Hiç adeti. Biraz sahədə biraz dərinə gedib, biraz təyər gedib. Bu günlərin 1490-1510 arasında qiymətlər dəyişir, amma Fiona 2600 üstündə. 1660. Buranın tərifləyirlər, nə dərəcədə normaladır. Ümumilikdə 35 və 83 hektar ərazilərdə Fiona, eləcə də 1010 və Ramses çiyid sortları səpən hər iki təcrübəli fermerin bu il məhsulla bağlı gözləntiləri yüksəkdir. Bu illəri 35 hektar sahədə müqavilə bağlamışam Ağcabədi pambıq zavodundan. Vaxtında şum eləmişik, bütün aqrotexniki tədbirlər vaxtında görülübdür. İndi də hal-hazırda səpinə başlamışıq. Qısa müddətdə səpini də inşallah yekunlaşdıracağıq. Keçən illəri hər hektardan 48 sentiner pambıq vermişəm. Bu illərdə çalışıram ki, neredəsə 50 sentinərə yaxın pambıq verim. Ölkə prezidentimizə minnətdarlığımı bildirirəm, bütün əkinçilərə, təsərrüfat işçilərinə göstərdiyi qayğıya görə rayon icra hakimiyyətinə minnətdarlığımı bildirirəm. Vaxtında bizim suvarma vaxtı, bütün iş nə lazımsa hamısını vaxtında suyumuzu verirlər. Bu il Prime Kod şirkətinin Ağcabədi filialı ilə 35 hektar sahədə müqavilə bağlamışam. Şumu vaxtında eləmişəm, bütün aqrotexniki tədbirləri vaxtında görmüşəm. İndi də hal-hazırda səpinə başlamışıq. İnşallah qısa müddətdə də səpini yekunlaşdıracağıq. Mən Azərpambıqla 83 hektar pambıq müqaviləsi bağlamışam hal-hazırda 2026-cı ilə. Şum işlərimiz, amofosumuzu şumla bərabər vermişik. İndi də səpin işlərinə başlayırıq. Bugün ayın 17-si aprel 2026-cı ildir. Allah səpinimizi uğurlu eləsin, məhsulumuzu bol eləsin. Allah kim səpirsə hamısının xeyrini versin. Keçən il 37 sentiner pambıq vermişəm 120 hektara. Bir ildə 40-45 sentiner pambıq verməyimə söz verirəm ki, pambığım olacaq. Ölkə prezidentimizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm ki, biz fermerlərə öz köməkliyini həmişə edibdir. Allah onun canını sağ eləsin, dövlətimizin bayrağını həmişə uca eləsin. Qeyd edək ki, səpin zamanı sahələrdə tam işlək vəziyyətdə olan texnikalardan, o cümlədən texniki baxışdan keçirilən müxtəlif çirəzi texnikalardan istifadə olunur. Hava şəraiti əlverişli olarsa, səpin proseslərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur. Rayonumuzun pambıq təsərrüfatı üçün xeyirli uğurlu olsun. Gündüz sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.